qaryəti şəhərdən. Burada min ön qoşmadır, ədəd qrupuna aiddir. D bəndi isimlərin sonunda təmərbuta olur. Buna yuvarlaq tədə deyirlər. Sabburatun yazı taxtası, qa'atun salon, sadiqatun demək qız arkadaş, yəni rəfiqə deməkdir. Kulliyyətun fakültə, mədrasatun nədir? Burada nə gedir bizdə? Məktəb gedəcək. Sonra feil. Feil nədir? Feil əşyanın hərəkətini neyinir? Bildirir. Keçmiş, indiki gələcək zamana neyinir? Dəlalət edir. A bəndi feilin əlamətləri. Sonuna fail olan açıq və hərəkəli tə alması. Keçmiş zaman üçün, mazi üçün. Məsələn, kətəbdi, sən yazdın, qadın. Gördüyünüz kimi, nitq hissəsinin sonunda ti var. Artıq biz biləcəyik ki, bu feildir. Səfərtu, mən səfər etdim. Gördüyünüz kimi, nitq hissəsinin sonunda tu var. Buna həm də fail də deyirlər. Sonra kətəbdə, sən yazdın. Gördüyünüz kimi, nitq hissəsinin sonunda tə var. Demək, bu feil olacaq. B bəndi, sonuna açıq və sakin tə alması. Yəni, sükunlu tə alması. Fətəhət, o qadın açdı. Gördüyünüz kimi, sükunlu tə var. Biləcəyik ki, bu feildir.